Salam, miqre sertifikasiya yazılaşan müəllimlər üçün ədədi ardıcılıqlar və silsilər mövzusundan bir neçə sualın həllinə baxaq. Birinci sualda təniklər sistemi şəklində A8 üstəgəl A9 üstəgəl A10 27 verilib və A9 və A10'un hasili 18 olarsa, silsilənin birinci həddini və silsilə fərqini soruşur. Deməli, biz bilirik ki, ardıcıl hədlər olanda, yəni ədədi silsilədə A9 ortadakı hədd özündən əvvəlki və özündən sonraki hədlərin cəminin yarısına bərabərdir. Yəni burada A8 üstəgəl A10 bərabərdir 2A9'a. Aparıb yuxarıda yerinə yazsaq, yəni bu ikisinin yerinə 2A9 yazsaq, olacaq 3A9 bərabərdir 27'yə. Buradan A9 bərabərdir 9. İkinci tənlikdə yerinə qoyuruq. Olacaq 9 vur A10 bərabərdir 18. 10-cu həddimiz olacaq 2. 9-cu həddimiz də var, 10-cu həddimiz də var. Silsilə fərqini tapırıq. Silsilə fərqi D bərabərdir A10 minus A9 böl indeksləri fərqi. Yəni 2 minus 9 böl 1. Bu verir bizə mənfi 7. Silsilə fərqi mənfi 7'dir. Təkcə A variantında var. Yəni cavab A variantı. İndi isə gəlin birinci həddini tapaq. Birinci həddi A9 bərabərdir A1 üstəgəl 8'dir. A9'umuz 9'dur. 9 bərabərdir A1 üstəgəl D də mənfi 7'dir. 8 mənfi 7'yə vuranda mənfi 56. Buradan A1 56 və 9'un cəminə, yəni 65'ə bərabərdir. Olacaq cavab A variantı. Test 1'də ikinci sualla davam edirik. İlk n həddinin hasili hn bərabərdir 3 üstü n böl n plus 1 faktorial düsturu ilə hesablanan ardıcılığın 6-cı həddini soruşur. Yəni A6 bərabərdir sual. Biz bilirik ki A6 nə bərabərdir? H6 bölünsün H5'e. Yəni düstur bu şəkildədir. AN bərabərdir HN bölünsün HN minus 1'e. İndi burada gəlin əvvəlcə H6'nı tapaq. H6 3 üstü 6 böl 7 faktoriyala. H5 bərabərdir 3 üstü 5 böl 6 faktoriyala. Bunları biz bir-birinə bölməliyik. Bunlar bir-birinə böləndə olacaq A6 bərabərdir 3 üstü 6 böl 7 faktoriyal. Bölmə vurma ilə əvəz olunur. 6 faktoriyal sürətdə 3 üstü 5 də məxrəcdir. Bunu hesablayaq. 7 faktoriyalı 6 faktoriyal vur 7 kimi açsaq, 6 faktoriyallar gedəcək, məxrəcdə 7 qalacaq. 3 üstü 6, 3 üstü 5'dən məxrəcdəki 3'lərin hamısı getdi, sürətdə bir dənə 3 qaldı. Yəni düzgün cavab 7'də 3, Y variantı. Test 1'də 3-cü suala baxırıq. A2 bərabərdir 4, AN plus 1, 2AN minus 6 rekurrent üsulla verilmiş ardıcılığın ilk 3 həddinin hasilini soruşur. Deməli, əvvəlcə istifadə eləyək. AN plus 1 bərabərdir 2 AN minus 6'dan. Deməli, A2 4 verilibsə, mən n'in yerinə deməli, əvvəlcə 1 qoymalıyam. N'in yerinə 1 qoysaq, alınacaq A2 bərabərdir 2 A1 minus 6. A2'nin yerinə 4 qoymalıyam. 4 bərabərdir 2 A1 minus 6. Buradan 10 bərabərdir 2 A1'ə. Birinci həddimiz olacaq 5. İkinci həddimiz 4'dür. Buraya yazıram A1 5. İkinci həddimiz 4'dür. İndi üçüncü həddi tapmalıyıq. Bunun üçün n'in yerinə 2 qoymalıyım. N'in yerinə 2 qoyanda olacaq A3. Yəni burada n'in yerinə 2 qoyuram. Bərabərdir 2 A2 minus 6. Buradan alırıq ki 2 vur 4 minus 6. Yəni 2. Üçüncü həddimiz A3 bərabərdir 2. Bizdən bu ilk 3 həddin hasilini soruşur. Olacaq cavab 5 vur 4 vur 2. Yəni 40. B variantı düzgün cavabdır.